Alma varsa bu ruleti mütləq hazırlamalısınız. Almadan rulet, qabığından isə dadlı şirə. Əvvəlcə almaları soyub, tyorkadan keçirdib, tavaya əlavə eləyib, üzərinə də 2 xörək qaşığı şəkər tozunu əlavə eləyib, suyu çəkilənə kimi bişirirəm. O suyana kimi isə keçirəm biskviti hazırlamağa. 2 ədəd yumurta, 100 qram şəkər tozu, 100 qram duru yağ, 1 başqa qabartma tozu, 1 başqa vanil, 150 qram da un əlavə eləyib biskvitin məhlulunu hazırlayıram. Almamızı isə yağlı kağızın üzərinə sərirəm. Üzərinə də biskvitin xəmirini 180 dərəcədə 10-15 dəqiqə bişirirəm. Bu bişənə kimi isə almanın qabaqlarını qazana əlavə eləyirəm. Üzərinə 1 darçın çubuq, 1 dilim limon, 1 xörək qaşığı da şəkər tozunu əlavə eləyib qaynadıram. Biskvitimiz hazırdır. Ruletin formasını verirəm. Bu formada isti-isti bükürəm ki, sonradan qırılma olmasın. Üzərini də şəkər pudra ilə örtürəm. Bəzəyirəm. Suyumuz da artıq hazırdır. Soyuyub nuş eləyə bilərsiniz. Kəsib həm görünüşü, həm dadı, həm qoxusu sizi valeh edəcək. Mütləq bu ruleti hazırlamalısınız. Dadını heç demirəm. Mütləq hazırlayın. Həm